Salam əziz insanlar, Həqiqəti Dərk Etmə kanalına xoş gəldiniz. Sizlərə başa salacağım ki, siz bədəndə deyilsiniz. Ümumiyyətlə, siz bədən deyilsiniz. Bu bir. İkincisi də ki, siz bədəndə deyilsiniz. İnandığınız gerçəklik, əslində yalan olan gerçəklik ondan ibarətdir ki, siz bədəndəsiz. Bədəndə yerləşirsiniz və bədəndən ibarətsiz. Baxın, uşaqlıqdan xristianlar deyir ki, xristianlıq dini deyir ki, yəni insan dünyaya gələndən günahkardır. 18-ci əsrdə bu düşüncəni qınamağa başladılar. Qədim dünyada məsələn bu düşüncəyə ümumiyyətlə fikir vermirdilər. Amma xristiyan mistikləri ən çox da bunun üzərində dururdu ki, gnostisizm bunun üzərində dururdu ki, insan dünyaya gələndən günahkardır. Nə deməkdir bu? Yəni, ümumiyyətlə insanın dünyaya formalaşmasında böyük rolu kimlər oynayır? İblislər, şeytanlar və digər negativ varlıqlar oynayır. Yəni, bizim düşüncəmizə görə insan dünyaya gəlirsə, o xoşbəxt olmağa gəlir, sevinməyə gəlir, əylənməyə gəlir. Ümumiyyətlə, həyata xoş gəldin. O maşınlarda, məsələn, balaca uşaq dünyaya gələndə maşınlarda filan yazırlar. Həyatıma xoş gəldin, dünyaya xoş gəldin və s. şeylər yazırlar. Əslində, onlar anlamırlar ki, uşaq niyə görə ağlayır? Çünki o başa düşür ki, o yenidən bu dünyaya gəldi və yenidən bu dünyada formalaşdı. Necə formalaşdı? Bədənə bürünərək. Bədənə büründümü o? Xeyr, bədənə bürünmədi. Məsələ ondadır ki, o bədəndə olduğuna inandırıldı. Və niyə karmik olaraq insan dəfələrcə bu dünyaya gəlir? Reinkarnə olur. Reinkarnasiya prosesi baş verir. Ona görə yox ki, reinkarnasiya deyilən bir şey var. Ona görə ki, siz nəfs olduğunuza, ego olduğunuza, şəxsiyyət olduğunuza, insan olduğunuza inanırsınız deyə və bu düşüncənin həqiqi olduğunu hesab edirsiniz deyə siz avtomatik olaraq öləndə nə edirsiniz? Özünüzü başqa cürə təsəvvür eləyə bilmirsiniz deyə və yenidən insan olmaq istəyirsiniz deyə, yaşamadıqlarınızı yenidən yaşamaq istəyirsiniz deyə, insan adlı formaya bağlanırsınız deyə, çünki burada nələrəsə bağlanmışsınız da, ailə, dost, sevgili, tanış, nəvə və s. şeylərə. Ona görə məcburiyyət qarşısında qalıb reallıq, kainat, ümumi illüziyalar yaradan Tanrı, tanrısal şuur sizi yenidən insan olaraq bədənə gətirir. Və siz düşünürsünüz ki, siz ana bətnindən doğulanda siz artıq osuz. Xeyr, o siz deyilsiniz. Bu proses xristiyan mistiklərinin dediyi günaha batmaq prosesi. Günaha batmaq nə deməkdir? Düşmək. Yəni, cənnətdən düşmək. Məsələn, xristiyanlarda bu alma yeməklə əlaqəli olan bir şeydir. Yəni, bilik meyvəsi. Zərdüştlükdə bu ilk qadın və kişiyə verilən meyvələrdir və keçi südüdür. Yəni, Bibliyadır və s. şeylərdir. Onlar zərdüştlükdən əmələ gəlir, bağlıdır ona, sonra Şumerlərdən, Mesopotamiyadan, Çindən, Hindistandan və s. şeylər. Hamısı bir-birinə qarışıqdır. Hamısı bir-birindən nəsə götürüb. Ta qədim zamanlarda. İndi bu uşaq dünyaya gəlir, düzdür, o yaşamağa başlayır. O güzgüyə yaxınlaşır və o güzgüyə baxanda siz fikir verirsiniz, həmin o körpə güzgüdəkinin o olduğunun fərqinə vara bilmir. O anlamır bunu. Və digər canlılardır, pişikdir, itdir, nədir? Siz onları güzgüyə yaxınlaşdırdıqda görürsünüz ki, onlar özlərini tanıya bilmirlər. Niyə görə? O demək deyil ki, onlar bədəni hiss eləmirlər və yaxud da ki, instinktləri yoxdur. Sadəcə onlarda bu illüzor düşüncə yoxdur, bu iblisani bir fikir yoxdur ki, mən bədəndəyəm və bədən mənəm. Yəni, mən bədənə baxaraq özümü müəyyənləşdirirəm, kim olduğumu bilirəm. Onlarda belə bir fikir yoxdur. Həmin bu körpədə isə bu fikir getdikcə yaranılır. Çünki onun valideynləri, yaxınları, tanışları, ətrafında olan insanlar hamısı ona deyir ki, bax bu
Bu, bu. Bu sənsən, bu sənsən. Məsələn, Şimali Amerikadakı tayfalar, Hindular düşünürdü ki, onlar qəlbləri düşünür. Yaponlar düşünürdü ki, onlar qarınlarıyla düşünür. Qərbdə düşünürdülər ki, onlar başlarıyla düşünür. Bunun elə də fərqi yoxdur o qədər. Məsələ ondadır ki, sizə deyirlər ki, bax sən bu bədənsən, o həmin yaşda və siz uşaq 10 yaşına kimi heç bir şey sorğulamır deyə ətrafın ona yüklədiyi zirzibilə inanır deyə analitik belə şərhləndirmə qabiliyyəti, belə deyim də, analiz eləmə qabiliyyəti hələ yoxdur deyə o avtomatik olaraq ona deyilən cəfəngiyyata inanır və düşünür ki, bu bədən mənəm. Əgər bu bədən sənsənsə, nə edə bilərsənsə, ölə bilərsən. Düzdür? Sən bu bədənsənsə və sən bu ölə bilərsənsə, sən nə etməlisən? Avtomatik olaraq bu bədəni qorumalısan. Baxır uşaq valideynlərinə, deyir, onlar məndən güclüdür, artıqdır, üstündür, mənə yemək verirlər. Ona görə anam mənə nəsə deyəndə mən onu yerinə yetirməliyəm. Atam mənə qəzəblənəndə mən qıcığımı, acığımı göstərməməliyəm. Çünki ölə bilərəm. Çünki onlar məni döyə bilər, məhv eləyə bilər, ölə bilər, bədənimə xəsarət yetirə bilərlər. Xəsarət yetirsələr mən ölə bilərəm. Niyə ölə bilərəm? Bu sualı verirsinizmi siz özünüzə? Niyə mən ölə bilərəm? Qeyri-adi sual deyilmi belə baxanda? Niyə mən ölə bilərəm? Sən ona görə ölə bilərsən ki, sən bədəndə olduğunu düşünürsən. Və nə edirlər insanları? Məsələn, acı verirlər, ağrı verirlər, cəza verirlər və sizi pərçimləyirlər bu düşüncəyə. Bədənə yox ha, o bədəndə olduğunuz düşüncəsinə sizi pərçimləyirlər və siz bədəndə olduğunuza inanırsınız. İndi isə siz böyüdünüz, bu yaşa çatdınız. Mən sizə deyirəm ki, siz bədəndə deyilsiniz. Halbuki siz ömrü boyu bədəninizi rəngləndirmisiniz, gözəlləşdirmisiniz, yaxşı bir fiqur əldə etməyə çalışmışsınız və bunu kimlərəsə göstərməyə çalışmışsınız. Digərlərinin bədənlərini şərh eləmişsiniz, analiz eləmişsiniz və s. Yəni bədəni qorumağa çalışmışsınız, bədənə xəsarət yetirməməyə çalışmışsınız, vuruşmağa çalışmışsınız, döyüşürdünüz, mübarizə aparırdınız, bədəni qorumağa çalışırdınız bir sözlə ki, bədənə xəsarət yetirilməsin, xəstələnməyəsiniz. Niyə görə? Çünki öləcəksiniz. Bədən olmasa siz olmayacaqsınız. Siz bu düşüncə ilə yaşayırsınız və bu düşüncəyə inanırsınız və ətraf aləm, kütləvi şuursuzluq o qədər güclü bir şeydir ki, o qədər gücə sahibdir ki, reallaşma, nə bilim, hansısa cəfəngiyyat olan bir ideyanı gerçəkliyə çevirmə gücünə sahibdir ki, siz avtomatik olaraq bu kütləvi şuurun sizin şəxsiyyətinizə olan təzyiqini hiss edirsiniz. Sizin şəxsiyyətiniz də kütləvi şuurun məhsuludur. Baxın, uşaqlıqda siz ondan bundan fikirləri yığırsınız. Sən beləsən, eləsən, çirkinsən, gözəlsən və s. Sonra özünüzü digərlərinə sübut eləməyə çalışırsınız, düzdür? Onların da fikirlərini yığırsınız. Sonra özünüz haqqında nəsə düşünürsünüz, fantaziyalar icad edirsiniz. Hamısı nədir? Hamısı kütləvi şuursuzluqdan gələn düşüncələrdir, fikirlərdir. Siz onları mənimsəyirsiniz və onları özünüz kimi hesab edirsiniz. Bu düşüncələr, bu hisslər, bu fikirlər şəxsiyyətimin tarixçəsi, şəxsiyyətimin nailiyyətləri, ən çox da insanlar günahlarından danışmırlar, nailiyyətlərindən danışırlar. Şəxsiyyətimin düşüncələri, nailiyyətləri, günahları, hamısı səhvləri mənəm. Bu mənəm, ümumi obraz olaraq. Amma bu elə deyil. Sadəcə kütləvi şuursuzluq sizin buna inanmağınızda sizə kömək elədi və sizi aldatdı. İndi bu yaşa çatmışsınız, mən sizə deyirəm ki, siz bədən deyilsiniz. Bunu necə anlamaq olar? Baxın, sorğuluyun. Saçınızın düşüb düşməməyini, bitib bitməməyini siz idarə eləmirsiniz, düzdür? Nəfəsin alıb verilməsini, ciyərlərə getməsini, ciyərlərdən çıxmasını siz eləmirsiniz, düzdür?
Siz nəfəs alma prosesinin necə baş verdiyini anlamırsınız, düzdür? Siz almanı yeyəndə düşünürsünüzmü o mədədə necə həzm olunacaq? Mikroelementlər, vitaminlər, nə bilim, digər zulallar, digər elementlər, onlar hara gedir, necə gedir? Siz bunu eləyirsiniz, idarə edirsinizmi? Düzdür, eləmirsiniz. Həzm etmə sistemini idarə eləmirsiniz. Məsələn, ürəyin qanı bədənə dolandırması, ora-bura aparması, döyünməsini siz idarə edirsinizmi? Etmirsiniz, düzdür. Məsələn, təsəvvür edin, oturmusunuz və hansısa səs gəlir. Qulağınız avtomatik o səsi qeydə alır, düzdür. Siz bunu idarə edirsinizmi? Hansı səsi, yəni səsləri eşidim ya eşitməyim? Eləmirsiniz, düzdür. Gözlərinizi açanda avtomatik olaraq nə isə görürsünüz, düzdür. Məsələn, gözlərinizi açırsınız, qarşınızda bir divar var. Siz deyə bilərsinizmi ki, yox, mən divarı görmək istəmirəm. Eləyə bilməzsiniz bunu. Siz, bax, burada şeylər var, bu boğazda, iplər. Onları idarə edirsinizmi? Yox. Siz bunların necə işlədiyini, ağzınızdan hansı sözün çıxacağını bilmirsiniz, düzdür. Məsələn, barmaqlarınızı idarə eləmək üçün siz beyinə siqnal göndərməlisiniz. Belə olmalıdır, anatomiyaya görə. Siqnalı siz göndərirsinizmi beyninizə? Hə? Yox, siz göndərmirsiniz, düzdür. Bəs bunu kim eləyir? Bunu siz eləmirsiniz. Bədən biyorobot olaraq, avtomatik olaraq özü bütün hər bir şey edir. Hormonal və s. sistemlər özü özünə işləyir. Həyat özü özünü yaşayır. Başa düşürsünüz? Həyatın, bədəninizin yaşamağı üçün sizə ehtiyacı yoxdur. Və siz nə qədər bədənə müdaxilə eləməsəz, nə artıq, nə çox, nə az ortada getsəz, o qədər də bədən üçün yaxşı olacaq və sağlamlıq olacaq, problemlər yaranmayacaq. Məsələn, mən çox yeməyə başlasam, az yeməyə başlasam, problemlər yaranır. Düzdür? Mən bədəni idarə eləmirəm. Məsələn, birdən-birə bəzi insanlar oturur, deyir, şirin bir şey yesəydim, yaxud da ki, duzlu bir şey yesəydim. Siz idarə edirsinizmi bunu? Siz eləyirsinizmi? Yox. İkinci əsas məqam ondadır ki, siz deyəndə mən kimi nəzərdə tuturam? Bax, siz deyirəm, sual verməlisiniz ki, mən idarə eləmirəmsə bunu, bəs mən kiməm? İndi başa düşdünüz ki, sorğulaya-sorğulaya anladınız ki, siz bədəndə deyilsiniz. Hətta belə daha dərin bir praktika eləyək. Gözlərimizi bağlayaq və başımızı təsəvvür eləyək, qulaqlarımızı təsəvvür eləyək, gözlərimizi bağlaya-bağlaya ayaqlarımızın olduğunu, əllərimizin, qollarımızın olduğunu təsəvvür eləyək. Sonra təsəvvür eləyək ki, biz cismani bir obraz kimi, məsələn, zooparkda və yaxud da ki, parkda gəzirik. Biz nə edirik? Özümüzü elə bil kənardan görürük, düzdür? Öz bədənimizi, öz figurumuzu, hətta yuxularda belə elə bir kənardan görürük. Niyə görə? Çünki biz bədən olsaydıq, biz onu kənardan görə bilməzdik. Biz bədən deyilik deyə biz öz bədənimizi kənardan görə bilirik. Sadəcə dərindən bədən olduğumuza inanmışıq. Sorğulamamışıq, analiz eləməmişik. Mən də sizə indi təklif edirəm ki, sorğulayın, analiz eləyin ki, siz kimsiniz? Siz bu bədən deyilsiniz. İndi bu praktiki sorğulama nəticəsində biz anladıq ki, biz bədəndə deyilik. Biz bədən ola bilmərik. Bəs biz kimik? Biz şəxsiyyətimi? Biz insanığımı? Siz insan olduğunuza inanmışsınız deyə mən təkrar elədim videonun əvvəlində. Və insanlıq düşüncəsinə, insan formasına, insan kimi özünü biruzə edilmə ideyasına, illüziyasına inanmışsınız deyə hər dəfəsində yenidən reinkarnə olursunuz. Və reinkarnə olan siz deyilsiniz, sizin nəfsinizdir, egodur. Çünki ego ölmək istəmir. Ego hazırdır ki, cəhənnəmə getsin, ego hazırdır ki, növbəti həyata getsin, amma ölməsin. Təsəvvür edirsiniz? Ego hər bir şey hazırdır ki, ölməsin. Ego nədir? Ego bərabərdir iblis. Bax, sizin ağlınızdakı düşüncələrin hamısı egoya aiddir. Nəsimi deyirdi, təxminlərlə, təxmin etməklə, qulaq asın, təxmin etməklə heç kəs həqiqətə çatmayıb. Təxmin etməklə və şübhələnməklə heç kəs həqiqətə çatmayıb. Yəni,
Sizin ağlınız məntiqsel ola bilər, amma o hər zaman nəyisə təxmin edir və şübhələnir. Və ağlınız da beyninizdən əmələ gəlir. Beyninizdə olan proseslərlə işləyir, düzdür? İndi siz düşünə bilərsiniz ki, siz beynin içindəsiniz. Məsələn, niyə siz ayaqda olduğunuza inanmırsınız, amma beyində olduğunuza inanırsınız? Niyə? Niyə də niyə? Çünki sizi inandırıblar. Sizi inandırıblar ki, siz beyindəsiniz. Milyard dəfə təkrar eləyiblər, belə-belə göstəriblər və siz demişsiniz ki, aha, düzdür. Əgər siz milyard dəfə təkrar eləsəz ki, siz bu əlin içindəsiniz, siz əlin içində olacaqsınız. Sadəcə sizi aldatmaq üçün Adolf Hitlerin dediği kimi təkrarlama prosesindən istifadə edirlər. Mən bir hekayə danışırdım. Bir adamı mağaraya salırlar və ona deyirlər ki, denən ki, mən öküzəm. O 3 gün 3 gecə dalbadal deyir ki, mən öküzəm. Orada da balaca bir yer var çıxmaq üçün. Ona deyirlər ki, indi çıxma mağaradan. Adam bilirsiniz nə deyir? Deyir, çıxa bilmirəm. Buynuzlarım icazə vermir çıxmağa. Sonra ona bilirsiniz nə deyirlər? İndi deyir, denən ki, mən insanam. 3 gün 3 gecə dalbadal o deyir, mən insanam və deyirlər ki, çıx mağaradan. Mağaradan çıxır. O bu kiçik hekayə onu göstərir ki, sizin əslində iblis deyilən bir şey də yoxdur. Sadəcə siz özünüzü aldatmısınız. Siz insan olaraq, bədən olaraq, beyin olaraq, şuur olaraq, psixologiya, xarakter olaraq yox, ali varlıq olaraq özünüzü aldatmısınız. Çünki düşmüsünüz. Günah işləmişsiniz. O xristianlar deyir, günah işləmək. Mövcud olmaq, formalaşmaq, egolu, nəfsli bir varlıq olmaq, günahkar olmaq deməkdir. Və hər zaman günahlar işləmək deməkdir. Anlayırsınızmı bunu? Yəni siz içinizə getməlisiniz və bütün o elmi bilikləri sorğulamalısınız. Fəlsəfi bilikləri sorğulamalısınız. Digər düşüncələri sorğulamalısınız. Özünüz eləməlisiniz bunu. Elm deyir ki, siz beyinsiniz, beyində hüceyrəsiz, neyronsunuz. Belə bir şey ola bilər. Əgər siz busuzsa, siz niyə bunu görürsünüz? Niyə görə bilirsiniz? Baxın, açar sözlər. Siz nəyi görə bilirsinizsə, o siz deyilsiniz. Siz nəyi görə bilmirsinizsə, o sizsiz. Sizin işinizdə meditativ praktikalarda deyirəm ki, bu kanalda var həmin videolar, praktiki videolar. Sizin işinizdə əbədi bir müşahidəçi var və o müşahidəçi nə yaranmayıb, nə doğulmayıb, nə ölməyib, nə də ki çevrilmələrə məruz qalmayıb. O daima mövcuddur. İndi mən kiməm? Bunu analiz eləmək lazım. Mən kiməm? Mən özümü nə hesab eləyirəm? Şəxsiyyət və s. Bunların hamısını bir-bir götürürsünüz əlinizə, bir-bir sorğuluyursunuz, baxırsınız ki, mən özümü nə hesab eləyirəm? Mən özümü kim hesab eləyirəm? Baxın, düşüncələri siz başladırsınızmı? Yox, düzdür. Düşünmək fikrini belə siz başlatmırsınız, düzdür. Beyindəki neyronu siz tərpədmirsiniz, düzdür. Fikirlər sizə özləri gəlir, özləri sizdə qalır və özləri çıxır gedir, düzdür. Onları siz idarə eləmirsiniz. Deməli, siz fikir deyilsiniz. Əgər siz fikir və düşüncə olsaydınız, siz onları idarə edə bilərdiniz. Elə deyilmi? Siz onlar deyilsiniz. Və siz nəsiz? Nəsiz? Kimsiz, nəsiz? Bunu sorgulamaq lazım. Başa düşürsünüz? Əhval-ruhiyyələr dəyişir. İnsanın yaşı artdıqca düşüncələr, fikirləri dəyişir. O demək deyil ki, o müdrikləşir. Yox, sadəcə çevrilmələr baş verir. Necə ki, mən məsələn, mənimlə 10 yaşlı mən arasında bir fərq yoxdur. 1 qram fərq yoxdur. Ola bilsin, mən biraz ağıllıyam, bacarıqlıyam, nə bilim, biraz oğraşam, alçağam. Amma mənimlə 10 yaşlı arasında dərindən, ta dərindən bir fərq yoxdur. Mən milyard il əvvəl necə idimsə, indi də eləyəm. Və bundan sonra da elə olacaq. Amma bu formalar dəyişəcək, şəxsiyyətlər dəyişəcək. O başqa şəxsiyyətlərlə, hallarla, formalarla oyunlar oynanılacaq. Və hər zaman mən aldanılacağım. Yuxuda olduğumun fərqinə varmayacaq. Onsuz da siz bəzi şeyləri anlayaraq, analiz eləyərək fərqinə varsınız ki, bura yuxudur, düzdür.
Nə etmək lazımdır? Əgər bura yoxdursa, bura getmək lazımdır. Buradan yapışmaq lazım deyil. Amma insanlar buradan yapışmağa meyil edir. Çünki aldanılıblar. Siz kimsiz? Siz özünüzü şəxsiyyət hesab edirsiniz. Canlı hesab edirsiniz, insan hesab edirsiniz və bu hesab edilədiyiniz anlayışları yoxlamırsınız belə. Mən dedim ya, siz bədən deyilsiniz. Bədəndə deyilsiniz, həm də bədən deyilsiniz. Niyə görə bədən deyilsiniz? Bədən nə deməkdir? Bədən anatomiya, baxın, bədən anlayışı bir çox sözlərdən ibarət. Bədən, əl, qol, baş, ayaq, çiyin, burun, ağız, qaş, öd kisəsi. Görürsünüz? Hə, indi bir-bir bu sözlərin içinə girir. Əl nə deməkdir? Barmaqlar, dəri, epidermis. Onların içində nə var? Atomlar. Atomların içində proton, neutron, pozitron. Bunların içində kvant fizikasına gedirik. Kvant fizikasının içində nə var? Kvantlar var. Kvantdan aşağı nə var? Hə? Nə var? Nə? Görürsünüz? Sorğuladıqca görürsünüz bir boşluğa gəlib çıxırıq. Biz bir yerə gedə bilmirik. Sizə elə gəlir ki, siz doğulmusunuz, ölürsünüz, gedirsiniz, buradasınız, sonra aralarasa gedəcəksiniz. Xəyallardır, illüziyalardır bunlar hamısı. Siz heç yerə getmirsiniz. Heç yerə hərəkət eləmirsiniz, çevrilmirsiniz. Heç bir dəyişiklik baş vermir, heç nə olmur. Həyatda ən böyük həqiqət ondan ibarətdir ki, heç vaxt heç nə baş verməyib. Amma siz bunu yalnız öz içinizə gedərək anlaya bilərsiniz. İki şərti anlayaraq ki, xarici aləm yoxdur, yalnız subyektiv aləm var. Çünki mən hər şeyi öz içimdə hiss edirəm, düzdür? Baxın, günəşə baxıram, günəşin istiliyini harda hiss edirəm? Harda hiss edirəm? Günəşi harda görürəm? Gözlərimi bağlayıram, günəşi təsəvvür edirəm, düzdür? Günəşin istiliyini təsəvvür edirəm. Bunu harda eləyirəm mən? Orada 300 milyard il məndən o tərəfdə, məsafədə. Yox, mən bunu öz içimdə eləyirəm, düzdür? Məsələn, mən indi pişiyimi sığallayıram. O buradadır, mənim içimdədir indi, mən onu sığallayıram və bu gerçəkdir. Çünki beyin üçün fərqi yoxdur. O ya bu, o tərəf, bu tərəf. Məsafəni biz yaratmışıq. Məsafə, zaman deyə illüziyadır bunlar hamısı. Sizin içinizdədir bu. Və siz kimsiz? Yaxşı, hər şey sizin içinizdədir. Xarici aləm yoxdur, obyektiv aləm yoxdur, yalnız subyektiv aləm mövcuddur. Bu siz kimsiz? Bunu bilmək lazımdır. Qalan və bədən olmadığınızı siz ancaq sorğulayaraq qavraya bilərsiniz. Analiz eləyərək. Bədəniniz, barmağınızı kəsmişsiniz. Nə hiss edirsiniz? Acı hiss edirsiniz, düzdür? Bu acı bədənə aiddir, yoxsa sizə aiddir? Siz bir ay sonra nə edəcəyinizi bilirsinizmi? Bilmirsiniz. Amma ülvi, ali, mənli bilir. Və siz kimsiz? Əsas budur. Siz kimsiz? Ona görə içinizə gedin, bu sualı özünüzə daima verin və sorğulayın, analiz edin, praktikalar edin, meditasiyalar edin, müşahidələr aparın ki, siz kimsiz? Bu qədər.